Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün və növbəti deməli icmalımız. Bu dəfə deməli qutudan açmadı, amma yəni sıfırdan deyil. Çox hörmətli Orxan abi bizə təqdim edib. Blackland müəssisənin ABŞ müəssisədir. Yazısını görürsünüz. Blackland müəssisənin deməli məhsulu olan 140-andır. İki tərəfli, amma məndə də var Blackland'ın bu Blackbird adlı deməli 140-an iki tərəfli. Eyni ilə ölçülərə görə eyni olan, zahir görünüşcə birə-bir olan, amma bir fərq ondadır ki, artıq bunun deməli istifadə olunan metalı ayrıdır. Deməli bizdə olan deməli paslanmayan poladdan eyni ilə belənkiyinə bir Blackbird, çəkisi 94 qram olsa, titandan olanı isə çəkisi olacaq 1 sekund. Double Edge Razor, Blackland Titanium. Baxırıq. Olacaq 54 qram yoldaşlar. Bunun çəkisi 54 qram. Ölçüləri eynidir, 85 santimdir uzunluğu. Digər ölçüləri bölüşməyib. Bir çox ölçüləri bölüşməyib bu müəssisəyə ki, birdən kimsə saxtalaşdırar, nə edər falan. Mən sizə deməli bizdə olan bu, məndə olan, yəni ki, Blackbird'ü təqdim edirəm. Budur, məndə qutu başqa cür açılır, yəni ki, maqnitləndir. Budur, zahiri görünüşcə hansı daha gözəldir. Siz qiymət verin. Burada deməli ən ucuz variantdır, yəni paslanmayan polad versiyanın. Bir var parıldayan, tam parıldadırlar, belə deyək. Bu məhsulu, yəni 140-anı. Bu, yəni ki, sadə, yəni ki, heç bir belə deyək, parıldadırmamış belə vəziyyətdə, yəni ki, match and finish deyirlər, ya da polished, belə deyək. Bu match and finish versiyadır. Bu da həmçinin satinləşmiş titan versiyasıdır. Titan versiyada da yəni ki, hamarlaşdırırlar, yəni gözəlləşdirirlər və polish olur, yəni belə parıldadırlar bir sözlə. Amma bu versiya deməli bayaq dediyim kimi sözlər tez-tez yadımdan çıxır. Bir sözlə mat rəngindədir. Budur. Burada artıq hiss olunur ki, biraz ağırdır, 94 qramdır. Ölçüləri birə-bir eynidir. Budur yoldaşlar. Baxa bilərsiniz. Məndə olan qutuya mən əlavə deməli hər şey pula bağlı olan şeylər bunlar. Mən biraz kameranı uzaqlaşdırıram belə və sizə nəyi təqdim edirəm. Bunun üçün də misal üçün mən sifariş vermişdim. Əlavə olaraq burada hədiyyə tiyələr də qoyulur 5 ədəd. O vaxtları deməli Persona Blue tiyələr var. Məndə burada misal üçün əlavə olaraq belə yumşaq versiya, belə plitə var, light versiyadır, burada yüngül versiya. Yüngül yəni çəkiyə görə yox, yəni 140 manata görə yəni yüngüldür. Amma burada bizim çox hörmətli Orxan abimiz isə sifariş verib necə? Sifariş verib biraz başqa cürdür. Bildiyim qədər light versiya deməli atdığı bu plitəsi yoxdur. Satinləşmiş. Zəhrimar necə də yadımdan çıxır sözlər. Bu deməli burada saytların nömrəsi də var yoldaşlar. Bu qarantiyadır. Yəni ki ömrünün axırına kimi də yəni ki leveled up your shave made in the USA. Every Blackland safety razor is proudly designed and crafted to the highest standard in the United States. Razor care, Blackland guarantee. Garantiyası. We take pride in crafting quality products that last a lifetime. Yəni ömürlük sizə bəhs eləyir. Əgər alsanız
Which is why every Black Land Racer is forever guaranteed. Yəni ki, ömürlük garantiya verirlər. Həqiqətən də elədir. Yəni ki, Black Land Racer'ın sahibi deyəsən adı Shane'dir. Əgər siz onlardan sifariş etmisinizsə, sizin üz qırxanınızı və bu kartınız var üstündə, üz qırxanınız var. Deməli, hər an yazsaz ki, misal üçün burada bir cızıq var, yəni nə var bir sözlə də bir nədənsə xoşunuz gəlsə, dərhal şeyin eynisini sizə göndərir. Yəni həmin o sahibi. Əgər defekt həqiqətən də varsa, siz onu göstərirsiniz, yəni qutadan açmada ki, burada nə isə cızıq var, yaxud nə isə xoşunuza gəlmədi, dərhal göndərir. Burada deməli nə görürük biz? Bura boşdur, bilmirəm mən çıxaram. Burada mən dediyim 5 ədəd tiyə və Orxan abi isə sifariş verib bunu çıxarda bilsəm, gəlin belə eləyək. Duracaqdı bunun üçün. Həmin o titan materialdan olan belə qoymaq üçün. Belə bir formada sifariş verib. Bizə o duracaq lazım deyil. Ona görə bu qapağı qoyuruq yerinə. Və bizdə deməli yoldaş da side by side, yəni ki, hər iki üz qırxanı deməli yan-yana biz test edəcəyik. Mənim kofimdir, üzrlü sayın, mən bir qurtum içim. Və digər iştirakçılar. Deməli, bu bizim Black Land'ın məhsulları. Bunları qoyuruq qırağa. Belə. Bu bizim Black Land'ın məhsulları. Və digər iştirakçılar nə olacaq? Orxan abi dedi ki, biz Rapira Platinum Lux adlı bu tiyələri istifadə edək. İndi Orxan abi mənə bir qutu verdi. Dedi ki, bəs bu Rapira deməli Platinum Lux ayrıdır. Bilmirəm bu həmin qutudur, həmin qutu deyil. İndi bilinəcək birazdan. Biz deməli 2 tiyə götürəcəyik. Burada 5 ədəddir. Çox güman ki, həmin qutudur. 5 ədəd götürəcəyik, istifadə edəcəyik. Bunları da vaxtı ilə Orxan abimə verib ki, bəs bunlar fərqli Rapira Platinum Lux'dur. Birbaşa deməli müəssisənin belə deyək, hansısa rəsmi bir kimdənsə alınan bir tiyələrdir. Digər iştirakçılar, yoldaşlar olacaq bizdə belə DS Cosmetic'dən olan belə bir fırçadır. Nisbətən bir yaxın keçmişdə əldə olunub. Özəlliyi nədir bu fırçada? Qılların hansı faizi sintetikdir, hansısa faizi porsuq qıllardır burada və hiss olunur yumşaqlığına görə, yəni ki, tərkibində sintetik belə deyək qıllar var. Çox gözəldir, belə deyək, həm zahiri görünüşcə, həm də kifayət qədər iridir. Yəni ki, həm siz o qabdan da işləyə bilərsiniz, birbaşa üzdə də işləyə bilərsiniz. Yəni many functional, belə deyək, ingilisdə demək. Bu bizim digər iştirakçımız, deməli fırçamız. Növbəti iştirakçı bu deməli bizim fırçaya aid olan belə bir sabun olacaq. Hansı müəssisədir bu? Magdaf Soap Company. Bunların bir çox belə deyək sabunları var. Mən bildiyim qədər artıq bu sabun istehsal olunmur. Məhz bu sabun. Bu sabunun özəlliyi nə idi? Çox yumşaqdır və xüsusi özəl bir qoxu var. O qoxu misal üçün hansısa bir parfümə də aid etmək olmur. Vallahi mən heç təsəvvür edə bilmirəm nə parfüm kimidir bu. Amma belə deyək də bu şəkildə gördüyünüz belə deyək. Bu şəkilə uyğunlaşdırıblar qoxunu. Ya nədir? Bir növ belə bir sintetik bir qoxudur. Bilmirəm nədir. Metala aiddir bu, köhnə maşınlara aiddir, yoxsa bu belə deyək, buradakı otlara aiddir, bilmirəm. Burada görək nə görə bilərik biz? West India say, nə bilim, tobacco, nə bilim nə, will do, orange. Gözlərim də görmür, heç bir yazını bilmirəm. Siz görə bilirsiniz ya yox, amma mənim gözlərim heç nə görmür, ona görə yalançı çıxar. Burada deyəsən heç nə görmürəm, yox. Üzrlü sayın. Budur, bu da mən bildiyim qədər
Magdasol Company Ramev Shave 120 qram, 120 qramdır. Kifayət qədər uzun müddətlər artıq məndədir, tükənmək üzrədir gördüyünüz kimi. Qaşıqla istifadə etmişəm, yəni içinə girməmişəm. Çox yumşaqdır, krem şəkildə demək olar ki. Bu bizim sabunumuz. Bu sabuna aid olan Aftershave Splash da var idi. Çox təəssüflər olsun, əldə etmədim. Növbəti iştirakçımız isə olacaq belə bir Aftershave. Çox xoşuma gəlir rozmari və pepper, yəni istiot qarışığıdır, amma istiotluq bir şey yoxdur. Çox qəşəng qoxusu var, performansı var. Deməli artificial color, free from, yəni ki, güya təbii rəngidir, yəni ki, free from artificial, yəni süni hansısa bir rəngi yoxdur bu Aftershave-də. Çox xoşuma gəlir. Bizdə bir Marketplace adlı appdə satılır, yəni köhnə o Miko proqramında. Axtarışa versəz Men's Master belə bir Aftershave-dir. 120 millidir. Çox qəşəngdir, çox xoşuma gəlir. Çox qəşəng qoxusu var. Spirtsizdir yoldaşlar, spirtsizdir. Qoxu mükəmməldir. Çox qəşəng, incə bir qoxu var. Budur yoldaşlar, bizim iştirakçılarımız. Fokusu yaxınlaşdıraq və hansısa bir zamanda siz nə görəcəksiniz? Məni artıq hamamda, artıq üzümə, deməli, bu sabun çəkilmiş vəziyyətdə olacaq ona görə. Yəni ki, belə. İndi çox bir qısa bir zamanda sizin üçün, mənim üçün kifayət qədər bunları apar, nə bilim, orada quraşdır. Biraz çox zaman vaxt çəkəcək, amma sizin üçün o ani bir, belə deyək, növbəti, belə deyək, hansı süjet olacaq, belə deyək. Sağollaşmıram, bunları başa-baş, deməli, üzümüzü qırxacaq, bilmirəm necə alınacaq üz qırxma, çünki uzun müddətdir mən bu Blackbird-ü istifadə etmirəm. Kifayət qədər, düzdür, çox komfortlu üzünü qırxır, amma dəriyə qarşı, yəni ki, çox aqressivdir, yəni ki, effektivdir, çox effektivdir, belə deyək, daha düzgün sözləri istifadə edək. Ona görə bilmirəm, tıraşımız qanlı olacaq, qansız olacaq, amma yenə də başa-baş bunları bir-birləri ilə müqayisə edək və görək hansı versiya daha, belə deyək, yaxşı bizi qırxacaq və daha çox komfortlu olacaq. Bir sözlə bir-birinlə müqayisə edək. Keçirik, deməli, bizim studiyamıza. Üzüm artıq sabunlu, köpüklü olacaq ki, sizin vaxtınızı almayın. Dəyərli izləyicilər, budur, davam edirik. 3 günlük saqqal, deməli, olacaq Blackbird titandan olan və Blackbird paslanmayan polad. Demək olar ki, 2 dəfə çəkilərdə fərqi var. Titan Blackbird-ün çəkisi, mən bunları isitmək üçün isti suya saldım. Titan sol əlimdədir. Titan, deməli, bu Blackbird-ün çəkisi 54 qram, deyəsən. Yalancı çıxdım. Və deməli, bu bizim paslanmayan poladdan olan Blackbird isə çəkisi olacaq 94 qram. Tiyələr, rapira tiyələr, amma Platinum Lux, amma yenə də əlinin altında artıq özlərini doğrulduqlar bu aqressiv, effektiv üz qırxanlarda Platinum tiyələr. Başlayaq yoldaşlar, başlayırıq biz, bu bizim artıq belə deyək, bir təcrübəmiz olan Blackbird paslanmayan polad, sağ tərəfi, deməli, Blackbird paslanmayan polad. Başladıq yoldaşlar, böyümə istiqamətdə. Bəli, pis deyil. Tiyələr də çox güman ki, orijinaldır. Çünki qeyri-orijinal olan ümumiyyətlə qırxmırdı.
Deməli yoldaşlar, Blackbird'ün özelliği nədir? Çox komfortlu üz qırxandır. Çox, yəni həddindən artıq. Bir də görürüz ki, üzünüz yəni ki, çapıq oldu. Yəni yatızdırırsınız. Yəni o komfortluğu yatızdırır. Amma çox effektivdir və bir də gördünüz ki, dəriniz belə deyək, həssas da artır da, yəni ki, hansısa müəyyən bir zədə artıq yetirmiş olur. Çox yüngüldür əldə, belə deyək, yəni fərq var. Görək qırxmaqda necə olacaq. Rapira Platinum Lux 3 günlük saqqal. Hələ bizim çox hörmətli, bir sekund, Orxan abi də dedi ki, yəni ki, bu Blackbird'ə ancaq elə 3-4 günlük saqqal üçün idealdır. Tiyələr mükəmməldir, çox xoşuma gəlir. Çoxdandır mən bu orijinal Rapira Platinum Lux'la üzümü qırxmıram çox uzun müddətdir ki, sabunun performansı da çox gözəldir yoldaşlar. Görün, baxın, düşmür, yəni yapışır. Sabun belə olmalıdır. Çox qəşəng alınıb, krem şəkildədir, demək olar ki. Budur. Çox qəşəng alımı. Birinci pərdə hələ ki. Mən deyəsən qarışdırdım. Tamamlanmamışam buranı. İndi davam edək. Poladdan olanın belə deyək, tərəfinə keçməyək, sərhədləri pozmayaq. Əminliklə deyə bilərəm artıq yoldaşlar, həqiqətən də Titan versiya daha belə deyək, praktikdir, belə daha çox komfortludur, daha çox yüngüldür. Əlinizdə idarə etmədə Poladdan olana nisbətən. Təbii ki, qiyməti də üstündədir, təbii ki. Yəni ki, orada qiymətdə kifayət qədər fərq var. Davam edirik yoldaşlar. Onu da qeyd edim ki, deməli, tiraj öncəsi olaraq Proraso göy rəngində olan pre-shave'i istifadə etdim. Artıq buradadır o. Onu da nümayiş edim sizə. Biraz qorxdum, yəni sözün açığı. Kildim biraz qoruyucu kimi bir pre-shave'də. Çünki Blackbird həqiqətən də, yəni sabuna baxın yoldaşlar. Görün sabun necə alınır. Dəhşət bir şey alınıb. Yəni ki, çox krem bitirdik. Krem kimdir yoldaşlar? Çox qəşəng. Çox. Bir sözü davam edirik yoldaşlar.
Biraz nemləndirmək üçün deməli fırçanı elə edirsiniz, bir yer yaradırsınız böyle çukur kimi və bura suyunuzu sürürsünüz. Ne kadar hələ var. Bir dəfə də belə deyək. Üzümüzə çəkə bildiyimiz qədər qaldı. Davam edirik yoldaşlar. Deməli, bölmənin əksinə və ən qorxulu hələ böyle değil, bu ikinci pərdədir. Görək nə gəlir başımıza. Çok xırda mikro çaplıqlar alındı burada, ama bunlar bekara bir şeydi yoldaşlar. Çox qəşəng gedir, hələ ki görək son anda nəticə alınacaq. Hələ ki hər şey yaxşıdır və Titan versiyası bölmənin əksinə. Budur yoldaşlar, deməli var ki sona yetdi. Mən elə belə bir mənim əllərlə yoxlayıram tıraşımızı. Mükəmməl, çox qəşəng, çox super. Hətta buralardır, problemli yerlərimdir. Yox değişdi. Yox değişdi. Çox qəşəng, çox hoşuma gəldi. Çox super bir tıraş alındı, mükəmməl. Mən tez bir o qədər sevindiyimdən, yəni çok sevinirəm. Çok qəşəng alındı. Yəni mən gözləyirdim ki bir qanlı nəysə baş verəcək, amma yaxşı alındı. Tez bir zamanda mən üzümü yaxalayıb qayıdıram yanınıza. Çox qəşəng bir fikirlərim var bu Üzgürxan haqqında. Bir saniye qayıdıram. Çok güzel alınıb tıraş yoldaşlar. Artık üzümü yaxalayanda da hiss ettim. Üzülürsən.
Budur bizim aftershave-imiz. Men's Master adlı. Tez bir zamanda mən bunu üzümə çəkim və ürək sözlərimi avtomat kimi sizə deyim. Spirtsizdir bəli. Bəli, spirtsizdir. Çox qəşəng yanır. Nə bir yandırma, nə qıcıqlanma, heç nə yoxdur yoldaşlar. Yəni ki, tıraşımız çox qəşəng yanır. Çox qəşəng yanır tıraşımız. Fikirlərimizi deyək. Deməli, çox qəşəng və gözəl performansa malik olan bir aftershave-dir. Çox xoşuma gəlir. Bir növ biraz mən Floyd'u xatırladır. Performansına görə çox qəşəngdir. Üstəgəl biraz sərinləndirici belə effekti də var. Yəni ki, əsl yay malıdır. Spirti yoxdur demək olar ki. Yəni mən spirti hiss eləmədim. Çox gözəl, çox xoşuma gəldi. Aftershave olaraq çox qəşəngdir. Sonra yoldaşlar, bizim sabunumuz. Hani bunun qapağı, budur. Yəni hələ də belə deyək, krem şəkildədir, belə deyək. Budur. Yəni bubble böyümür, budur bizim. Yəni bir dəfə də belə deyək, üz qırxmaq olar, rahat. Magdas performansı yüksək səviyyədə oldu, çox xoşuma gəldi. Rapira Platinum tiyələrin performansı da məhz bu dəfə bu üz qırxanda özlərini çox yüksək səviyyədə, çox yaxşı tərəfdən özlərini göstərdilər. Çox xoşuma gəldi performansı tiyələrin. Çox güman ki, mən xahiş edəcəm Orxan abidən, həmin o satıcıdan, bilmirəm hardan alıbsa, ya belə deyək, keçid göndərsin, alacağım biraz, bir 10 qutu heç olmasa götürüm. Budur yoldaşlar, üz qırxanlarımız sağ tərəfdə paslanmayan poladda, sol tərəfdə titan deməli metaldan olan. Hər ikisi CNC dezgahda istehsal olunub. Hər ikisinin performansı çox gözəl alınıb, çox super. Bircə bir məqam var. Deməli fərqlər nədədir? Biraz ağırdır əldə, çox yüngüldür. Və məhz ona görə düzdür, alışmağı hər ikisinə siz alışacaqsınız. Amma bu deməli Blackbird ağır olan, paslanmayan poladdan olan azca elə bil ki, həm üzdə hiss olunur, həm də biraz elə bil ki, bunun performansı daha yuxarıdır. Təsəvvür edin. Və manevrlikdə biraz ağır olduğuna görə yəni ki, ehtiyatı əldən verməməlisiniz. Niyə? Çox komfortludur, yatızdırır elə bil ki, sizin bu diqqətinizi və diqqətli olmalısınız. Ağır olduğuna görə daha çox effektivdir. Burada isə çox yüngüldür, effektivliyi ona görə bir nə qədərsə biraz mənə elə gəlir ki, yəni ki, dəriyə qarşı daha mülayimdir və yəni ki, sağ tərəf misal üçün hiss olunur ki, yəni ki, biraz sanki belə qıcıqlanmış kimi azca, sol tərəfdə heç nə yoxdur. Nəticə olaraq hər iki tərəfdə eyni nəticədir. Və belə deyək, ümumi belə nəticəyə gələndə sanki bu Blackbird titandan olan tam başqa alətdir. Yəni ki, ümumi belə deyək, mən hiss etdiyim nəticələr adətən belə olunur. Yəni ki, mən misal üçün istifadə etmişəm R41 paslanmayan poladdan və Zinkaloydan. Heç nə hiss etmədim, yəni fərqləri yox idi. Yəni çəkiyə görə qat-qat belə təkcə belə deyək, R41-in sapı hələ 2 dəfə ağırdır Zinkaloydan olan R41 təkcə sapı. Başlığı heç nəzərə almıram. Yəni ki, təsəvvür edin, orada mən belə bir böyük fərq hiss etmədim performansında. Amma burada yoldaşlar, deməli, gözə çarpıdıcı qədər fərq hiss olunur. Burada titandan olan Blackbirddə özünü daha rahat hiss edirsən, sanki 100 il bu üz qırxan artıq istifadə etmirsən, çox praktikdir, çox effektivdir. Yəni ki, mənə elə ki, həm gündəlik tıraşa da hətta yar-yar mənim fikrimcə, həm də nə bilim belə 3-4 çox günlərə getməz çünki tıxlanacaq.
Düzdür, burada belə zatlar var, yerlər var. Amma yenə də yəni ki, mənə elə gəlir ki, 3-4 günlük, hətta gündəlik tıraşa yarayar. Burada isə buna belə deyək, biraz təcrübə lazımdır bu paslanmayan poladdan olan Blackbird-i siz əgər sınamaq istəyirsinizsə, ya da siz bunun light biltəni götürsəniz, bu titandan, poladdan olan daha məqsədə uyğun olar ki, dərinizə qarşı yəni biraz belə deyək, zədər minimum olsun. Ya da tiyələrlə oynamalı. Bir sözlə təcrübə lazımdır. Bu 140 üçün təcrübə lazımdır. Bu paslanmayan poladdan olan. Belə, yəni ki, artıq sevdim bu 140-nı. Bilmirəm, artıq məndə bir həvəs yaranıb ki, haçansa əldə edim məhz titan versiyanı. Çox gözəldir, çox gözəldir. Yəni ki, çox xoşuma gəldi. Performansı çox gözəl. Deməli, növbəti video nədən olacaq, yoldaşlar? Nə edəcəyəm mən? Deməli, başlıq olacaq bizdə poladdan. Sapı götürəcəyim titan versiyadan. Görək o zaman nə baş verir. Və görək nə kimi nəticə olur. Burada yoldaşlar, bu məqamda mən bütün iştirakçılar haqqında danışdım və sizinlə düşünürəm ki, sağollaşmaq vaxtı gəlib çatıb. Bu yerdə mən sizinlə sağollaşıram. Hamıya müvəffəqiyyətlər arzulayıram. Sağ olun, gələn görüşlərə də. Sağ olun yoldaşlar.